Bəli dostlar, bu günlər sizlərlə birlikdə Ronaldo'nun şut vurması, 2 metr yuxarı tullanması, 2 metr yox. Yəni Ronaldo'nun 2.81 kəllə vurması. Gol. Qolu. Biz təbii taktiklərini Biz Ronaldo kimi tullanamayacağıq, amma yaşımıza görə Ronaldo kimi tullanacağıq. Ronaldo'nun taktiğini öyrədəcəyik. Bəli. Bir şutdur dostlar, bir də kəllə vurma antrenmanı. İstəyirsiniz videoya keçək. Bəli dostlar, birinci taktiğimiz tullanmadır. Ronaldo'nu xatırlayırsınız ki, Juventus'ta oynayanda, Juventus'uydu. Bilmirəm, valla nəsə Juventus'ta oynayanda 2 metrlik 2.81 kəllə qolu var idi. 2.81 tullanaraq kəllə qolu vurmuşdu. Bu taktiği alimlər də kəşf edib və biz də onu sizə demək istəyirik. Biz tullanarkən normalda belə tullanırıq, amma Ronaldo tullananda ayaqlarını bükür belə dostlar. Ayaqlarını bükərək tarazdığını saxlayır və bu sayədə daha da yüksəyə çıxır. Həm də ayaqlar belə riski qatlayırıq deyə bizi göyə sıçradır. İndi birinci normal tullanacağam. Videonu kəs. Bəli dostlar, indi Məhəmməd nəsə tullanacaq, onu göstərəcək. Birinci normal tullanacaq, baxın, diqqətli. Gördünüz? Bu Məhəmməddən bir boyundan biraz böyük. İndi tullan. İndi dostlar Ronaldo'nun taktiğindən ayaqlarını diqqətlə baxın. Gördünüz? Daha da yüksəyə çıxacadı. 1-2 santim daha çox yüksəyə sıçradı. Birinci normal baxın. Bir dəqiqə, uzaqlaşım, yaxşı görsünlər. İndi bir də baxın, birinci belə normal tullanıram, amma Ronaldo'nun taktiğindən daha da yüksək. 1-2 santim daha çox 1-2 santim daha çox. tullanır. Ronaldo'nun ayağı daha güclüdür deyə o daha çox yuxarı çıxır. Bəli. Yenə ayağı güclü olanlar varsa, bu hərəkəti daha da yaxşı eləyə bilər. Bəli. Ronaldo'nun şut taktiğinə keçəcəyik dostlar. Bəli dostlar, indi Ronaldo'nun şut taktiğinə keçdik. Yaxın gəl. Biz normalda dostlar şutu, əgər qapıya şut çəksək, ayağımızın üstündən ya da beləsinə topu fırladaraq ölü yarpaq vururuq. Baxın ayağınızın bu qırağından. Vur bax. Roberto Carlos 1990-cı golunda ayağının burasından gol vurduğunu deyir. Orta sahadan gol vuranda. Biz Ronaldo'nun taktiğini göstərəcəyik dostlar. Ronaldo topu vuranda, Ronaldo 2008'də göstərdiyi 2008'də göstərdiyi gol taktiği budur dostlar. Baxın, ayağınızın bu hissəsindən vurursunuz dostlar. Biz normalda belə vurarıq, ya beləsinə vurarıq. Ronaldo dostlar deyir ki, beləsinə baxın, topu beləsinə vurub fırladın, baxın, belə. Topu fırladırsınız. İndi dostlar, mən ölü yarpaq vuracağım, oradan bu qapıya gəl bura. Baxın dostlar. Baxın. Baxın, buradan. Buradan bu qapıya vuracaq dostlar. Yəni beləsinə. Bax, beləsinə gedəcək. Düzünə vuracaq, o tərəfə vuracaq. O tərəfə vuracam, belə Buradan gedəcək. dönəcək. Saxla videonu. Bəli, indi vuracaq. Bəli dostlar, indi vururam. Bir taktik daha verim dostlar sizə. Ronaldo'nun bir taktiği də budur. Topdan 4-5 addım aralı gedəndən sonra bir addım da sola gedirsiniz dostlar. Başladım. 5 addım dala, bir addım da sola gedirik dostlar. Bu Ronaldo'nun ölü yarpaq vurma taktiğidir. Penaltılarda çox işlədir. Mən elə vuramayacağam çünki qapı o tərəfdədir. Bu tərəfə vura bilməyəcəm. Ona görə beləsinə vuracağam dostlar. Mən bu tərəfdən belə vuracağam. Buradan belə vuracaq. Orada vuracaq, oradan gedəcək. Şimdi Ronaldo'nun taktiği kimi baxın ayağıma. Beləsinə vuracağım dostlar. İstəyirsiniz başlayaq. İnanmıram gol ola, amma ölü yarpaq gedəcək, onu bilirəm. Başlayaq. Gördüyünüz kimi ölü yarpaq getdi, amma qapıya nişanlayanmadım. Saxla videonu bir də vuracağım. Açdım. Bəli dostlar, indi bonus taktiği göstərəcəyik. Zərəfqamız qurtarır. Ronaldo'nun bonus taktiği dostlar sürətli oynamaqdır 2008'də. Gördüğünüz kimi biz çalımı belə eləyirik, amma Ronaldo belə eləyir. Ona görə də daha yaxşı oynayırdı 2008'də. Neyse dostlar, bu günlük bu qədər, sağ olun.